Yosif Stalin təkcə düşmənlərini fiziki olaraq deyil, həm də onların izlərini silən bir diktator idi. Fotoşəkillərdən silinən simalar onun gücünə güc qatmaq üçün təbliğat vasitəsi kimi istifadə edilirdi. Stalin həm fiziki, həm də siyasi cəhətdən ictimaiyyətin gözündə qüsursuz görünmək istəyən biri idi. O, həmçinin adının tarixdə müsbət anlamda qalmasını istəyirdi. Ona görə də heç vaxt onun nəzərindən düşmüş şəxslərlə yanaşı fotoşəkilləri olmamalıdır. Stalinlə çox yaxşı münasibətdə olanlar ona qarşı səhv etdiyi halda həm fiziki, həm də onunla birlikdə çəkilmiş fotoşəkillərdə silinəcəklər. Stalin ictimaiyyətin onun haqqında nə düşündüyünə daim maraq göstərmiş. O, hər zaman güclü, toxunulmaz və qüsursuz görünmək istəyirdi. Bugün insanlar fotolarını sosial mediada redaktə edib paylaşdıqları kimi, Stalin də fotolarından təbliğat vasitəsi kimi istifadə edərək eyni şeyi edirdi. Stalinin üzündə uşaqlıqda keçirdiyi çiçək xəstəliyinin izləri vardı. Amma bu izləri təbliğat fotolarında yoxa çıxararaq, sanki hamar üzü varmış kimi təqdim olunurdu. Bugün bir çox siyasətçi də eyni metoddan istifadə edir. Məsələn, başqa bir nümunə. Stalin rejiminin NKVD komissarı Nikolay Yejovla rəhbərin arası çox yaxın idi. Lakin bir müddət sonra Yejov Stalinin gözündən düşməyə başladı. Əvvəlcə işdən çıxarıldı, sonra həbs edildi və ardınca da edam edildi. Yejovun təkcə fiziki varlığı deyil, həm də tarixi varlığı silindi. Nikolay Yejovla Stalinin yan-yana dayandığı bu foto Yejovun edamından sonra dəyişdirildi və Yejov Stalinin yanından sanki heç vaxt olmayıbmış kimi silindi. Bu, hətta Vladimir Leninin dövründəki fotoşəkillərdə də edilirdi. Məsələn, 1920-ci ildə Sverdlov meydanında çəkilmiş bu fotoşəkildə əvvəlcə Lev Trotski və Lev Kamenev təsvir olunmuşdu. Lakin sonradan fotoşəkil redaktə edildi. Trotski və Kamenev oradan silindi. Stalin dövründə başqa bir fotoşəkili götürək. Faktiki olaraq bu şəkil senzuraya tuş gəlmişdi və orada olan şəxslər sıra ilə təmizləndi. Stalinin fotoşəkilləri yalnız estetik səbəblərə görə deyil, həm də ideoloji və siyasi səbəblərə görə redaktə edilirdi. Bir vaxtlar ictimaiyyət tərəfindən sevilən bir şəxsin təsvir olunduğu fotoşəkil artıq Stalinə xoş gəlmirsə, o dəyişdirilirdi və həmin adam kimliyindən asılı olmayaraq hər yerdən silinirdi. Stalin üçün fotoşəkillər ictimai şüurda hekayə yazmağın ən təsirli yollarından biri idi. O, hansı üzü göstərəcəyini, hansı xatirəni unudacağını və ya hansı düşməni tarixdən siləcəyini müəyyən edə bilirdi.